Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Möhtərəm müsəlmanlar, bizə bir sual ünvanlayıblar. Düşündüm ki, bu sualın cavabı hamınız üçün maraqlı olar, faydalı olar. Sualda deyilir ki, dövlət başçısının gördüyü hər hansı bir işi cəmiyyət arasında müzakirə etmək və bu müzakirə əsnasında dövlət başçısını söymək, təhqir etmək müsəlmana yaraşırmı? Suala cavab verməmişdən əvvəl xüsusilə qeyd edim ki, əgər adam müsəlman əxlaqına yiyələnmək istəyirsə, bu əxlaqı bizə öyrədən Allahın kitabına, yəni Quran-ı Kərimə və bir də bu kitabı bəşəriyyətə təbliğ edən Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əxlaqına nəzər salmalıdır. Onda biləcək müsəlman əxlaqı necə olur? Quran-ı Kərimdə elə bir ayə varmı ki, o ayədə deyilsin ki, dövlət başçısını müzakirə edib, onun gördüyü hər hansı bir işə narazılıq edib və onu söymək, təhqir etmək icazəlidir. Belə bir ayə varmı? Xeyr, əksinə Quran-ı Kərimdə xüsusi olaraq dövlət başçısı haqqında ayə var ki, dövlət başçısı nə cür insan olursa olsun, onunla ehtiramla davranmaq vacibdir. Diqqət edin, Taha surəsi 43-44-cü ayələrdə Uca Allah iki möhtərəm Peyğəmbərə Musa və Harun aleyhissalam bu iki Peyğəmbərə əmr edir. Buyurur ki, gedin Firavunun yanına, o artıq həddini aşıb, onunla ehtiramla danışın, mülayim danışın. Bu əmirdir. İndi gəlin, müqayisə edək. Firavun Allahlıq iddiasındaydı. Özünü Allaha şərik qoşurdu. Küfr edirdi. Zalim, qəddar idi. Allaha iman gətirən insanlara dərhal əllərini, ayaqlarını çarpazvarı kəstirib, xurma ağaclarının gövdəsindən çarmıxa çəkirdi. Bu dərəcədə qəddar idi. Lakin Allah subhanahu teala o iki Peyğəmbərə onunla ehtiramla danışmağı əmr edir. Bizim dövlət başçımız, əlhəmdülillah, Allahlıq iddiası etmir, əksinə hər yerdə müsəlman olduğunu deyir. Allahı tanıdığını, Allaha iman gətirdiyini deyir. Üstəlik, kiminsə Allaha iman gətirdiyinə görə Firavun kimi cəzalandırırmı? Xeyr, əksinə, məmləkətdə hər bir dindara öz dinini yaşamaq üçün şərait yaradılıb. Rahat şəkildə gedib ibadətimizi məsciddə edirik. Saqqalımızı saxlayırıq. Ondan sonra orucumuzu tuturuq. Dindən danışırıq. Bütün bunlar hamısını bizim üçün bu şəraiti yaradan ilk əvvəl Allah, sonra da yer üzündə dövlət başçısıdır. Və hətta belə olmasaydı belə, bu ayəyə əsasən dövlət başçısı ilə ehtiramla rəftar etmək, danışmaq hər bir insana əmr edilir. Yəni, müsəlman dünyanın harasında olursa olsun, o dövlətin başçısı ilə ehtiramla danışmalıdır. Necə ki, bir qrup müsəlman Həbəşistana hicrət edir və orada Cəfər ibn Əbi Talib Həbəşistan kralı ilə, baxmayaraq ki, o xristiyan idi, başqa dindən idi, onunla ehtiramla danışır. Bax, budur müsəlmanın gözəl əxlaqı. Peyğəmbər sallallahu aleyhi və sələmin əxlaqı barədə sahabələrdən soruşulduqda ki, necə olub? Sahabələr nə deyərdilər? Deyərdilər ki, Rasulullah sallallahu aleyhi və səlləm
söyüş söyən, lənət oxuyan bir kimsə olmayıb, ədəbsizlik etməyib, təhqir etməyib kimsəni. Diqqət edin, kimsəni. Yəni, müşriklər, kafirlər belə Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı sərt davrananda o onları söyüb təhqir etmirdi. Elə bir rəvayətə rast gəlmisinizmi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm müşrik kafirə düşməni olsa belə onu söysün, təhqir etsin. Misal çəkirəm. Əbu Cəhl, Əbu Ləhəb, Peyğəmbər sallallahu aleyhi və səlləm onları söyübmü? Xeyr. Hətta Məkkənin fəthi günü əlində imkan var idi. Mühasirəyə almışdı Məkkəni. İmkan var idi ki, o qəbilə başçılarını, vaxtı ilə ona zülm edən qəbilə başçılarını, xüsusilə də Əbu Süfyanı huzuruna çağırtırsın və cəmaatın içində onu söysün, təhqir etsin. Rasulullah sallallahu aleyhi ve sellem bunu etdi mi? Xeyr. Əksinə onların hamısı ilə ehtiramla davrandı. Bax, budur müsəlmanın gözəl əxlaqı. Bəzən internetdə qarşıma çıxır, bəzi insanlar nəinki dövlət başçısını, hətta onun dünyadan köçmüş valideynini söyürlər, təhqir edirlər. Yaxud onun ailəsinə pis-pis sözlər söyləyirlər, təhqir edirlər, söyürlər. Bu müsəlmana yaraşırmı? Peyğəmbər sallallahu aleyhi və səlləm hansı bir nifrət elədiyi kimsəni dünyadan köçəndən sonra söyüb? Elə bir misal kimsə çəkə bilərmi? Misal üçün Əbu Cəhl ən qəddar düşməni idi Rasulullah sallallahu aleyhi və səlləmin. Dünyadan köçüb getdikdən sonra onu söyübmü? Xeyr, əksinə Rasulullah sallallahu aleyhi və səlləmin məşhur hədisi var. İmam Buxari öz səhiyində rəvayət edib. Əmr edir, deyir ki, ölüləri söyməyin. Kimliyindən asılı olmayaraq, Firavunu belə söymək olmaz. O ki, qalsın, müsəlmanlara, dinini yaşamağa şərait yaradan, özünün müsəlman olduğunu deyən, İslama qayğı göstərən bir kimsəni vəfat eləyəndən sonra söymək. Bu müsəlmana yaraşmır. Həmçinin onun ailəsini söymək, təhqir etmək. Elə bir rəvayət varmı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Cəhlin, Əbu Ləhbin və digərlərinin ailəsini təhqir etsin, söysün, həyat yoldaşını, qızını və s. Varmı elə bir şey? Mənə rast gəlməyib. Bu, müsəlmana yaraşmayan bir əxlaqdır. Dövlət başçısının gördüyü hər hansı bir işi yanlış saymaq və onu cəmiyyət arasında müzakirə etmək məsələsinə gəlincə, bu haqda da ayə deyəcəm sizə. Diqqət edin, ayə Ən-Nisə surəsindədir, 83-cü ayədir. Ayədə görün nə deyilir? Onlara cəmiyyəti sevindirən və ya kədərləndirən bir xəbər gəlib çatdıqda, onu dərhal insanlar arasında yayar, fəsad törədərlər. Halbuki, bu xəbəri ilk əvvəl Peyğəmbərə sallallahu aleyhi və səlləmə, yəni öz dövrünün başçısına, rəhbərinə və özlərindən olan əmir sahiblərinə bildirsəydilər, aralarında həmin xəbərin mahiyyətinə varan kimsələr doğru qərar verərdi və cəmiyyətdə heç vaxt fəsad törənməzdi. Bu nə deməkdir? Təfsir alimləri bu ayədə nəticə çıxararaq deyir ki, bu ayədə bir ədəb qaydası var. Diqqət edin, ədəb qaydası nədir? Qayda budur ki, qalmaqallı bir xəbər eşitdikdə onu dərhal cəmaat arasında yayıb, cəmiyyətdə fəsad törətmək, hərc-mərcilik yaratmaq müsəlmana yaraşmır. Bu xəbəri mütləq şəkildə səlahiyyəti olan şəxslərə bildirmək lazımdır ki, onlar qərar versinlər. Düzgün qərar verəcəklər, xoş onların halına. Yox, yanlış qərar versələr, yenə də özləri cavab verəcək qiyamət günü. Amma mən, sən öz başına o böyük məsələlərdə müzakirə edib qərar verməyimiz müsəlmana yaraşan əməl deyil. Bugünkü gün
bazarlarda, çayxanalarda və s. yerlərdə insanlar oturub siyasi məsələlərdən danışırlar. Və loru dildə desək, başları çıxmayan məsələlərə baş qoşurlar. Ağlına gələni danışırlar və beləliklə də fəsad törədirlər. O dedikodu yaymaq yaxşı şey deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dedikodu yayan cənnətə girməz. Nəmmam adlandırır. Dedikodu yayan cənnətə girməz. Əksinə müsəlmana yaraşan əxlaq nədir? Diqqət edin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, müsəlmanın, İslamının gözəlliyi ondadır ki, özünə aid olmayan işləri tərk eləsin. Siyasət mənə aid deyil. Siyasətçilər bu siyasətdə atdıqları addımlara görə özləri cavab verəcəklər. Mən özümə cavab deyəm. Özümü düzəltməliyəm. Hər kəs cəmiyyətdə özünü islah etsə, vallahi ki, cəmiyyət də islah olacaq. Hər kəs ilk əvvəl birinci özünü islah etməlidir. Demək, müsəlmanın özünə aid olmayan işləri tərk etməsi dedik. Bir çox işlər var, ancaq ən mühüm diqqət yetirəcəyi nədir bilirsiniz? Dil. Peyğəmbər sallallahu aleyhi və səlləm dilini göstərir. Səhabəsi Abdullah ibn Məsuda deyir ki, qoru onu. Bu dil insanı cəhənnəmin dibinə apara bilər. Dil insanı cəhənnəmin dibinə apara bilər. Və bu dildən nə çıxırsa, söyüş, təhqir və s. mələklər onu yazır. Buna da dəlil Qaf surəsi 17-18-ci ayələr. Bu ayələrdə xəbər verilir ki, hər bir insanın sağında və solunda 2 mələk oturub. Nə danışırsa hamısını yazırlar. Hamısını yazır, hər kəlməni yazır. Sonda, əziz müsəlmanlar, sizə Peyğəmbərimiz sallallahu aleyhi və sələmin 3 hədisini xatırladacağım. Bu hədislərdən biz ibrət götürək. Birincisi, Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır. İkinci hədisdə Rasulullah sallallahu aleyhi və sələm deyir ki, müsəlmanın cənnətə girmək üçün ən çox səbəb olan, ən gözəl əməli Allahdan qorxması və gözəl əxlaq sahibi olmasıdır. Üçüncü hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Sonda, əziz müsəlmanlar, hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə əhsəntə xalqənə fə əhsin xuluqənə. Allahım bizi gözəl biçimdə yaratmısan. Əxlaqımızı da gözəl et. Allahümmə əhdinə li əhsənil əxlaq, lə yəhdi li əhsənihə illə ənd, və asrif ənnə seyyəhə, lə yasrif seyyəhə illə ənd. Allahım bizi gözəl əxlaqlı olmağa müvəffəq et. Gözəl əxlaqa bizi ancaq sən müvəffəq edə bilərsən. Bizi pis əxlaqdan uzaq et. Onu bizdən ancaq sən uzaq edə bilərsən. Subhanək Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.